Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Biz hal-hazırda Xəzər rayon məhkəməsinin qarşısındayıq. Bugün Elnur Şükürovun növbəti məhkəmə prosesi gedirdi. Həbs müddəti dəyişmək üçün. Zakir müəllim, necə oldu məhkəmə təxirə salındı? Çox xahiş edirəm. Çox sağ olun Fərqana xanım ilk öncə. Fərqana xanım, məhkəmə məlumdur ki, saat 4-də olmalı idi. 4-də təyin olunmuşdu. Amma bütün bunlara baxmayaraq, biz artıq 2 saata yaxındır ki, gözləyirik burada. İndi vəkil çıxdı, açıqlama verdi ki, məhkəmə təxirə salındı qeyri-müəyyən vaxtda. Vaxtı da demədi, mən şəxsən vaxtı soruşdum ki, nə vaxta qaldı. Vaxtı da demədi, dedi ki, vaxtı mənə də məlum deyil. Elnur Şükürovun özünə deyiləcək məhkəmə nə vaxta qalıb. Və Plus, mən nə üçün qalıb, mən soruşanda, dedi, o rəy haqqında, Elnur Şükürov haqqında müəssisənin verdiyi rəyə mülahizə istəmişdi hakim. İndi həmin mülahizə ilə tanış olmaq üçün zaman istədi ki, mən yəni mülahizələrlə tanış olaq, güya prokuror da tanış olsun, biz də tanış olaq, sonra məhkəməni qeyri-müəyyən vaxtda keçirməyi məsləhət bildi. Ona görə mən bura gələn Elnur sevərlərin hər birinə sağ ol deyirəm, çox sağ olun, Allah razı olsun. Gələn ayaqlarınız var olsun və Allah Teala'dan arzum odur ki, bütün məhbusların qapısını Allah açsın. Yəni belə haqsız yerə, ədalətsiz yerə, indi saxlanılanların hər birinin Allah Teala qapısını açsın. Hər kəsə Allahdan arzum odur ki, tezliklə öz arzusuna çatsın inşallah. Bizim qardaşlarımız, hamısı bizim yaxınlarımızdır, bacılarımız, qardaşlarımız. Onlardan çox çöldəkilər narahatdır, vallahi. Əzabı çöldəkilər çəkir. Ona görə mən Allahdan bir daha arzu edirəm ki, tezliklə Allah Teala bu əziyyətdən, bu zəlalətdən hər kəsi xilas eləsin, qutarsın inşallah. Ümidvaram ki, inşallah ədalət qələbə çalacaq, ədalətli qərarlar qəbul olunacaq. Bu yaxın gələcəkdə o sadaladığımız, o narahat olduğumuz adamlara biz qovuşacağıq inşallah. Sağ olun, Allah razı olsun. Belə dəyərli izləyicilər, Elnur Şükürovun məhkəmə prosesi qeyri-müəyyən vaxta qaldı. Sağ olun izlədiyiniz üçün, siz sağ olun.